Baqamovski səhv transferdir də, necə səhv? Neçə vaxt istədi. Gətirdi, şans verdi, nəsə, yəni çox dayandı onun üstündə. Alınmayanda alınmır, belə bir şey də var. Sırf bax o nöqtəyə gəlir. Bax Eren Aydına yaradılan şəraitlə, Baqamovskiyə yaradılan şansı misal üçün deyirəm, İlkin Sultaniyə yaradılsaydı 17 yaşında, 19 yaşında bilərdik ki, ya görəcəkdik ki, buna şans yarınmadı, verildi. Amma axı Zirədə elə bir pozisiyada olan, elə bir şərait olmadı. Sən şansdan deyirsən, bax, biz öz məşqçilərimizin də yaratdığımız şanslardan deyirsən. Bax, mən belə bir söz deyim. Rahid Əmirquliyevin oğlu, mən hər dəfə də onun oyunu izləyirəm. Çox yaxşı futbolçudur. Baxırsan ki, necə atası kimi, atası necə mübarizə apardı ortada. Ondan daha üstündür, ağıl cəhətində. Keçən ildə ən yaxşı, çempionatımızda ən yaxşı futbolçu seçildi. 15 liqasında ən yaxşı futbolçu seçildi. Biz onu milli komandaya dəvət eləmədik. Milli baş məşqçisi Rahid Əmirquliyevin oğlu milli komandaya dəvət eləmədik. Sən hansı şansla danışırsan qardaş? Hansı futbolçu uşaqlarıdır? Yəni Rahid Əmirquliyevin oğlu niyə kənar? Özü ən yaxşı seçildi. Ramil Əmirquliyev keçən il çempionatın ən yaxşı futbolçusu seçildi. Və mən nəyə gətirəm sözümü? Sən deyirsən ki, biz özümüzünkinə niyə bunu eləmirik? Əmirquliyev keçən il futbolun öz liqasının ən yaxşı futbolçusu seçildi. Amma bu il 2 günlük milli komandaya toplanışa çağırdılar. Belə xala xətri toplanışa çağırdılar ki, çağıraq qaytaraq da. Yaxşı, bu çempionatın ən yaxşı, bu 15 yaşlı milli komanda yığıldı. Bu çempionatın ən yaxşı futbolçusudur və bunu milli komandaya biz dəvət eləmirik, buna şans vermiriksə, sən hansı Azərbaycanlının deyirsən ki, biz çağıraq hansısa klubda şans verək? Yəni bizim özümüzün dəyər verməyimizdən gedirsə, bizim özümüzün şans verməyimizdən gedirsə, biz çempionatın ən yaxşı futbolçusunu, keçən ilki futbolçusunu biz milli komandaya dəvət eləmirik, hansısa kluba. Bəlkə Əmirquliyev gedib orada oynayacaqdı, hansısa bir 16-17, sabah məsəl üçün tutaq Şamaxının, Tovuzun, digər klubun birinin baş məşqçisi görəcəkdik, gəz potensialdır, bunu indidən çəkim aparım, özümə yetişdirim belə-belə. Biz bunlara şans verməyəndən sonra kim bizə şans verəcək?